Hər vaxtınız xeyir olsun, dəyərli Prime Leasing izləyiciləri. Biz hazırda Xaçmaz rayonunun Moruğova kəndindəyik. Mənim yanımda Xaçmaz rayon sakini Babək Qasımov var. Babək bəy bir müddət əvvəl Prime Leasing şirkətindən, yəni bizdən Pakistan Super Yunus Press bağlayanını əldə etmişdi. Biz də gəlmişik ilə yerində özündən təcrübələrini öyrənək. Babək bəy, hər vaxtınız xeyir olsun. Xoş gördük, xoş gəlmişsiniz. Öncə soruşmaq istəyirəm sizdən ki, bizim press bağlayanın işindən və keyfiyyətindən razısınız? Əlbəttə razıyam, çox razıyam, yaxşıdır. Bizim avadanlıq öz gündəlik işlərinizdə, daha doğrusu nə dərəcədə asanlaşdırdı? Və yaxşıdır, rahatdır. Yəni köhnə preslərdən çox fərqlənir. İplərin fərqinə baxanda nazik, qalın, hər bir ipdə işləməyə qadirdir, yəni yaxşıdır. Gün ərzində nə qədər pres kipləyirsiniz bəs? Gün ərzində 1500-2000 presə qədər, yəni presləmək olar. Yəni məhsuldarlıq baxımından üstünlüyü var pres bağlayanın sizcə buna görə? Yəni yaxşıdır, pisdir, incitmir. Bir sözlə, yəni incitmir, yaxşıdır, qırılmır. Məsəl üçün dəyişindən dəyişinə kimi traktor sürürəm, qaranda dəyişirəm, yəni bir şeydir. Elektron sayğac da var üstündə. O nə üçündür? Bu preslərin sayını yəni bu sizin işinizi yüngülləşdirir. Rahatdır, yüngülləşdirir. Sonra gidravlik sistemdir, açılıb bağlanması. Yəni üstündə çoxdur, yaxşıdır. Bəs nə üçün Prime Leasing sizə kimsə tövsiyə edib, yoxsa özünüz görmüsünüz? Soruşmuşam, maraqlanmışam, yəni məsləhət görüblər. Ona görə danışam. Bizi seçmisiniz. Bəs Prime Leasing-i digər fermerlərə tövsiyə edərdiniz? Əlbəttə ki, alsınlar, işləsinlər. İşləməmiş bilmək olmaz. Götürsünlər, işləsinlər. Yaxşıdır, sərfəlidir. Allah bərəkət versin. Babək bəy işlədib razı qalıb. Əziz fermerlərimiz, siz də Pakistan Press bağlayanı əldə edib razı qala bilərsiniz. Təşəkkür edirəm Babək bəy, çox sağ olun. Sağ olun, çox sağ olun.